Salam, gəlin biraz keçmişə gedək. Düz 1918-ci ilə. O vaxtlar ki, Rusiya imperiyası dağılırdı, hər yer toz duman idi. Bax, elə o xaosun içindən Azərbaycan Xalq Cümhuriyyəti necə yarandı? Bu həqiqətən də inanılmaz çətinliklər və böyük bir cəsarət hekayəsidir. Baxın, hər şey Birinci Dünya müharibəsinin bitməsi və o böyük imperiyaların bir-bir yıxılması ilə başladı. İndi gördüyünüz bu xəritə, o dövrün Cənubi Qafqazındakı o böyük siyasi boşluqdan doğan yeni bir millətin, yəni Azərbaycan Xalq Cümhuriyyətinin ərazisidir. Təsəvvür edin, tam bir xaosun ortasında nizam-intizam qurmaq cəhdi idi bu. Yaxşı, bəs bu hekayəni necə izləyəcəyik? Gəlin yol xəritəmizə bir nəzər salaq. Deməli, Cümhuriyyətin ilk dövründən başlayacaq. Sonra o məşhur İstiqlal bəyannaməsinə keçəcəyik. Təbii ki, yolda qarşılaşdığı ittifaqlar və böhranlardan danışacağıq. Və sonda hər şeyin həll olunduğu o möhtəşəm Bakı döyüşlərinə gəlib çıxacaq. Deməli, hər şey Rusiya inqilabının yaratdığı o böyük hakimiyyət boşluğu ilə başladı. Regiondakı siyasi qüvvələr də düşündülər ki, gəlin bu boşluğu dolduraq və Cənubi Qafqaz Seymi adında bir qurum yaradaq. Amma bu birlik heç də uzun çəkmədi. Çünki bilirsiniz, Seymin içindəki fərqli qrupların, yəni fraksiyaların fikirləri heç cür üst-üstə düşmürdü. Bu ziddiyyətlər o qədər artdı ki, axırda Seym dağıldı. Bax elə bu məqamda Azərbaycan fraksiyası dedi ki, yetər, öz taleyimizi özümüz həll etməliyik. Və beləcə 1918-ci il mayın 27-sində Tiflisdə Azərbaycan Milli Şurası yaradıldı. Bu artıq müstəqilliyə doğru atılmış çox ciddi, həlledici bir addım idi. İndi isə gəlin hekayanın ən həyəcanlı, ən vacib anına, bayaq haqqında danışdığımız o Azərbaycan Milli Şurası artıq tarixi bir qərarın astanasındaydı. Bəli, 1918-ci il mayın 28-i Azərbaycan Milli Şurası o tarixi iclasını keçirdi və Azərbaycanın istiqlaliyyətini bütün dünyaya elan etdi. Bax, həmin o gün o istiqlal bəyannaməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti, yəni AXC, rəsmən doğuldu. Yaxşı, bəs bu istiqlal bəyannaməsi sadəcə bir kağız parçası idi mi? Əsla, bunun mahiyyəti çox daha dərin idi. Bu təkcə yeni bir dövlətin yaranması deyildi. Bu, bütün müsəlman şərqində qurulan ilk demokratik respublika idi. Bir anlıq düşünün, hər tərəfin monarxiyalar, imperiyalarla dolu olduğu bir dünyada bu həqiqətən də öz dövrünü qabaqlayan, inanılmaz dərəcədə cəsarətli və mütərəqqi bir addım idi. Gəlin bir o sənədin içindəki prinsiplərə baxaq, çünki bunlar sözün əsl mənasında heyrətamizdir. Nə deyirdi bu sənəd? Deyirdi ki, Azərbaycan tam müstəqil bir dövlətdir. İdarə etmə forması xalq cümhuriyyətidir. Və ən əsası, baxın bu çox vacibdir, dinindən, milliyyətindən asılı olmayaraq ölkədə yaşayan bütün vətəndaşlar bərabər hüquqlara malikdir. Bu, o dövr üçün həqiqətən də çox humanist, çox müasir bir yanaşma idi. Əlbəttə, müstəqilliyi elan etmək işin asan tərəfi idi desək, bəlkə də yanılmarıq. Əsas məsələ o müstəqilliyi qoruyub saxlamaq idi. Və təzə yaranmış bu gənc respublika dərhal iki böyük problemlə üz-üzə qaldı. Bir tərəfdən beynəlxalq aləmdə dəstək tapmaq, digər tərəfdən də ölkə daxilindəki siyasi çəkişmələri həll etmək. Bax, bu gərgin vəziyyətdə çox kritik bir addım atıldı. İyunun 4-də AHC Osmanlı İmperiyası ilə sülh və dostluq müqaviləsi imzaladı. Və bu müqavilənin, deyək ki, can damarı olan 4-cü maddəsinə görə Osmanlı dövləti Azərbaycana hərbi yardım göstərməyi öz üzərinə götürdü. Elə bu yardım üçün də yeni yaradılmış Qafqaz İslam ordusu Gəncəyə daxil oldu. Hökumət isə artıq Tiflisdə qala bilməzdi. Ona görə də iyunun 16-sında strateji bir qərarla Gəncəyə köçdü və Gəncəni müvəqqəti paytaxt elan etdi. Amma elə bu köç ərəfəsində daxildə elə bir siyasi gərginlik yaşandı ki, bu hadisə tarixə iyun böhranı kimi düşdü və bu, yeni hökumətin ilk çox ciddi sınağı idi. Yaxşı, bəs bu böhran nədən yaranmışdı? Sadə dildə desək, hökumətin gələcəyi ilə bağlı iki fərqli fikir var idi. Bəziləri Osmanlı ilə daha sıx ittifaq qurmaq istəyirdi, digərləri isə daha müstəqil bir siyasət yürütmənin tərəfdarı idi. Bu gərginlik o həddə çatdı ki, ilk hökumət kabineti istifa verdi. Amma çox keçmədən iyunun 17-sində yeni ikinci hökumət quruldu. Böhran aşıldı və bütün diqqət əsas hədəfə, yəni Bakıya yönəldi. Və o əsas hədəf, bəli, şübhəsiz ki, Bakı idi. Çünki Cümhuriyyətin ürəyi, onun əsl paytaxtı Bakı olmalı idi. Amma o dövrdə Bakı bolşevik və daşnaq qüvvələrinin əlində idi. Odur ki, Bakını azad etmədən Cümhuriyyətin yaşaması, ayaqda qalması demək olar ki, mümkün deyildi.
Gəlin hadisələrin gedişatına sürətli bir baxış keçirək. Deməli, iyulun 4-də Osmanlı ilə müqavilə imzalandı, düzdürmü? Bundan dərhal sonra Qafqaz İslam Ordusu Gəncədən Bakıya doğru hərəkətə başladı. Və iyunun sonu, iyulun əvvəlində baş verən Göyçay döyüşü bax bu əsl dönüş nöqtəsi oldu. Bu qələbə ilə Bakıya gedən yol demək olar ki, açıldı. Amma hekayədə gözlənilməz bir dönüş yaşanır. Qafqaz İslam Ordusu Bakıya addım-addım yaxınlaşarkən şəhərdəki bolşevik hakimiyyəti devrilir. Bəs yerinə kim gəlir? Avqustun 1-də ingilislərin dəstəklədiyi Sentro-Kaspi diktaturası adlı yeni bir qüvvə hakimiyyəti ələ keçirir. Yəni Qafqaz İslam Ordusu Bakının qapılarına çatanda qarşısında tamamilə başqa bir rəqib tapdı. Baxın, bu xəritə ordunun o çətin yürüşünü necə də aydın göstərir. Gəncədən yola çıxırlar və kənd-bə-kənd, şəhər-bə-şəhər irəliləyərək, strateji nöqtələri bir-bir azad edərək paytaxta doğru gedirlər. Təsəvvür edin, alınan hər bir yüksəklik, azad edilən hər bir kənd gənc cümhuriyyəti bir addım daha gücləndirirdi. Və nəhayət, aylarla davam edən o ağır döyüşlərdən, o siyasi manevrlardan sonra hərbi yürüş özünün final nöqtəsinə, zəfər anına gəlib çatdı. 1918-ci il sentyabrın 15-i. Həmin gün Azərbaycan Osmanlı qüvvələri Bakını tamamilə azad etdiler. Bu sadəcə bir hərbi qələbə deyildi. Bu, Azərbaycan Xalq Cümhuriyyəti üçün əsl bir dönüş nöqtəsi idi. Elə bu böyük zəfərdən cəmi cümlətanı 2 gün sonra sentyabrın 17-sində Azərbaycan hökuməti rəsmən Gəncədən Bakıya köçdü və paytaxt öz qanuni sahibinə qovuşdu. Bu cədvəl əslində hökumətin o keşməkeşli yolunu çox sadə şəkildə ümumiləşdirir. Baxın, Tiflisdə başlayan qısa bir dövr, sonra Gəncədəki o gərgin müvəqqəti paytaxt dövrü və nəhayət 1918-ci il sentyabrın 17-sindən Cümhuriyyətin süqutuna qədər davam edən Bakı dövrü. 3 fərqli məkan, 3 fərqli mərhələ. Artıq paytaxt Bakı da azad edildikdən sonra Cümhuriyyət öz hakimiyyətini tam olaraq 114 min kvadrat kilometrlik bir ərazidə bərqərar etdi. Bu, təsəvvür edirsiniz, müasir Azərbaycanın ərazisindən belə daha böyük bir sahə deməkdir. Bu rəqəm özü o gənc dövlətin nə qədər iddialı olduğunu göstərir. Yaxşı, bəs bu 114 min kvadrat kilometrdə nə qədər insan yaşayırdı? 1920-ci ilin məlumatlarına görə Cümhuriyyətin əhalisi təxminən 2 milyona yaxın idi. Və xatırlayırsınızsa, İstiqlal bəyannaməsinə görə bu 2 milyon insanın hər biri kimliyindən, dinindən, millətindən asılı olmayaraq tam bərabər hüquqlu vətəndaş sayılırdı. Beləliklə, bütün çətinliklərə, böhranlara, müharibələrə baxmayaraq bir respublika doğulmuş, paytaxtı azad edilmişdi. Bu, həqiqətən də böyük bir zəfər idi. Amma bütün bu imperiyaların, böyük güclərin toqquşduğu bir coğrafiyada onun müstəqilliyi nə qədər davam edə bilərdi? Bax, bu sual hələ də cavabını gözləyirdi və bu, bəlkə də tamamilə başqa bir söhbətin mövzusudur.